Sabahattin Ali'nin Türk Mantolu Madonna kitabında deyilir ki, hər şeyə hazır olan və hər kəsdən hər bir şeyi gözləyən insanları sarsmaq qeyri-mümkündür. Həqiqətən də insan gərək bu həyatda hər şeyə hazır olmalıdır. Çünki insan yaradılışı təbiət hadisələri kimidir. Bugün günəşli, sabahları qarlı, boranlı. Yəni, hər kəsdən həyatdan gözlədiyimiz kimi hər şeyi gözləməliyik. Hər an hər bir şeyə baş verə bilər. Buna görə də çalışın standartlarınızı yüksəltin ki, insanlardan gördükləriniz sizi bu həyatda sarsıtmasın. Və çalışın səhvlərinizdən və həyat boyu addımladığınız həyat yolunuzdan, hər addımınızdan nəticə çıxara biləsiniz. Əgər bunları etsəniz, bu həyatda sizi güldürənlərin sayı, sizi üzənlərin sayından çox olar. Qeyri-əksi. Bunu sizə demək istəmərəm, amma etməsəniz, sizi üzənlərin sayı güldürənlərdən daha da çox olar. Üzülməmək və daim xoşbəxt ola bilmək üçün, əsasən daim güclü qala bilmək üçün bu həyatda hər kəsə eyni çərçivədən baxmağa ehtiyac yoxdur. Təşəkkür edirəm.